canlı olaraq sizə təqdim etmişdik. 86-cı dəqiqədə Səbail Bağırovun qolu Səbaila minimal hesablı qələbə qazandırmışdı. 96 İlkin Muradov, 4 Rumin Seyidov, 33 Luka Stefanovic. Yavaş-yavaş meydan sahiblərinin tərəfinə keçir. Müdafiənin arxasına atılan top Pablo Henrique Alves. Alves qayda pozulmayıb, qapıya zərbə. Top qapının üstündən keçdi. Fərid Mahmudov topun yanındadır. Cərimə meydançasında 3 Baku Sporting futbolçusu görünür. Ceyhun Muxtarlı bir aldadıcı hərəkət yerdədir və penalti. Ceyhun Muxtarlı 11 metrlik zərbə qazandı 10-cu dəqiqədə. Alik Yunusovun işarəsini gözləyir. Fit nəhayət səsləndi. Pablo Henrique Alves. Alves və gol! Baku Sporting 1-0 öndədir. Topu düz mərkəzə vurdu. Qapçını yanıltdı. Pablo Henrique Alves. Ən yaxşılarından biridir. Mükəmməl pas. Seyxan Fərəcov. Seyxan neyniyəcək? Sola çəkib zərbə indirmək istəyir, amma sağ ayaqla. Luka Stefanovic. İlham Allahverdiyevin qaçış istiqamətinə. Allahverdiyevin zərbəsi qapçı yerindədir. İlkin Muradov. Xəlil Bəşirov. Əllə oyun. Əllə oyun. Bəli, əllə oyun. Əllə oyun, əl bədəni genişləndirirdi və 11 metrlik zərbə. Növbəti penalti Moikin qapısına. Pablo Henrique Alves. Alves bu dəfə də mərkəzə vurdu topu. 2-0. Yenə eyni nöqtəyə, yenə mərkəzə. 2-0. Baku Sporting hesabı 2-0 eləyir fasilə ərəfəsində. Alves'dən qapı önünə, qapı boşdu və gol! Allahverdiyev 3-0. İlham Allahverdiyev mövsümdəki qollarının sayını 9'a çatdırır. Fit səsləndi. Məzahir Məmmədzadənin ötürməsi pis deyildi əslində. Təkrar zərbə olacaq yoxsa yox. Balamirzə Sultanov. Qapçı Cəfər Əlizadə çıxışda səhvsiz oynadı. Yaxşı aldadıcı hərəkətlə bir rəqibini geridə qoydu. Kongo Mark. Qarşısını kəsir onun. Seyxan Fərəcov önü boşdu. Seyxanın zərbəsi. Top onun nəzarətindədir. Seyxan uzaqdan zərbə. Çox təhlükəli zərbə idi. Luka Stefanovic yaxşı yayındı rəqibindən. Stefanovic. Luka'nın zərbəsi. Təhlükəli idi bu zərbədə. Samir Məhərrəmli. Məhərrəmli artıq cərimə meydançasındadır. Samir'in zərbəsi top qapının yanından keçdi. Seyxan Fərəcov işarəni qəbul etdi. Fərəcovun zərbəsi və gol! Fantastik gol! Fərəcov! Mükəmməl gol! 3-1 oldu hesab. Turun ən gözəl qollarından biridir. Oyun ərzində 90 dəqiqə ərzində çox cəhd elədilər, çalışdılar, səy göstərdilər. Və beləliklə final səslənir. Təbrik edirik Baku Sporting komandasını və azarkeşlərini. 21-ci turda 4 golun vurulduğu maçda Baku Sporting Moiki 3-1 hesabı ilə üstələyir.